Uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün Dəli ki romanının izahatından danışacağım. Keçən dərsimizdə İsmayıl Aşıqın yaradıcılığı və Namərd Gülləsindən danışdım. Dəli ki geniş olduğu üçün onu ayrıca video izah kimi çəkmək istədim. Deməli, əsər Kür qırağının kəndlərindən olan Göytəpə kəndinin təsviri ilə başlayır. Kəndə yaz fəsli gəlib, hər tərəf yaşıllanıb, lakin Zərnikan bunları duymur. Yəni ziddiyyət təşkil edir. O məhəccərə söykənib ağlayır. Tez-tez çalaqayasının ucu ilə gözünü silib, mən bu dərdə necə dözüm, kimdən imdad istəyim deyirdi. Bu zaman uzaqdan görünən qaraltı 5-6 nəfər atlı idi. Zərnikanın oğlu Şamxal da onların arasında idi. Deməli, oğlu Şamxal olduğunu bilirik. Öyrənirik buradan. Şamxal həyətə girəndə üst başını çırpır, kəmərini daraldır, xəncərini yana çəkir. Xəncərin dəstəyi gümüşdən idi. Nədən idi? Gümüşdən, gümüş yadımıza salaq, anada və s. Anasının gözü yaşlı görünən Şamxal bədbəxt hadisə olduğunu zənn edib nə olduğunu soruşdu. Niyə gözünün yaşını onun yerindən axıdırsan? Nə baş verdiyini Zərniganın sözlərini anlayaraq əri Cahandar ağa evə təzə arvad gətirib. Zərnigar atan ölmüş, eşqə düşüb, bizi biabır edib, ərlik boyluq qızı olan sənin kimi oğul böyüdən ifadələrini işlədir. Şamxal əvvəl dinmir. Zərnigar onun inanmadığını zənn edib yenidən oğluna dediklərimə inanmırsan, atan ölmüşün tərəfini saxlayırsan, gəl bax, gör sənə nə yaxşı ana gətirib. Yəni, belə deyə bir növ desək, qızışdırır onu, salır həmin o qızın canına. Bayaqdan göz qoyub qorxa-qorxa seyr edən və olanlara baxan Salatın olur. Salatın Zərnigarın qızıdır. Şamxal, Salatın Zərnigar məlumatları öyrənirik hələ. Şamxalın üstünə atılıb əllərini tutan onu yalvaran da elə Salatın olur. Şamxal bacısını itələyir, əlini xəncərə uzadır. Zərnigar qızını acıqlanır, saçlarından tutub dartır. İstəyir ki, oğlu təzə gəlini qovsun ya da öldürsün. Yəni, ana onu sürüklüyür də. Şamxal gəlinin öz tərəflərindən olmadığını bilir. Onun gözəlliyi Şamxalı yumuşaldır. Zərnigar bunu hiss edib oğluna acıqlanır. Saçını biləyinə dola, sürü onu, yoxsa kişi deyilsən deyir. Təzədə gəlinə, dur şələ şu küləni yığışdır, rədd ol buradan deyən Şamxal olur. Gəlin, məni sən gətirməyibsən ki, qovasan cavabını verir. Bu saat rədd ol buradan, yoxsa bağırsaqlarını ayağına dolayaram Şamxal deyir. Gəlin, qeyrətli kişi qadını əl qaldırmaz. Hünərin var, get atanla haqq hesab çək. Əksini gəlin düz deyir də. Şamxal ayaqlarına döşənən bacısının üstündən keçib, gəlinin saçını biləyinə dolayır, təpiyin altına salıb döyür. Arvadların qışqırtısı bir-birinə qarışır. Ovdan qayıdan Cahandar ağanı, yəni Cahandarı görən olmur. Şamxal gəlini evdən çıxarmaq istəyir. Vur, arvadı öldürməyə nə var ki, vur deyən gəlin olur. Gəlini burada döyürlər, amma dili də susmur. O özünü güclə toplayıb ayağa qalxmışdı. Şamxal xəncəri çıxar, lakin Cahandar ağa pəncərədən içərini görür. Bir anda tüfəngi qaldırır və güllə açılır. Güllə Şamxalın əlindəki xəncəri ikiyə bölür. Ürəyə gedən Salatın olur. Cahandar ağa içəri girib Şamxalı bir şillə vurur. Şamxal əvvəl qorxur, lakin sonra atasının üstünə atır. Cahandar ağa tüfəngin qunda oğlunu vurub yerə sərir. Sonra təpikləməyə başlayır. Onun üstünə atılıb mane olmağa çalışan birinci Zərnigar olur. Özü qatıb alən bir-birinə, indi özü mane olmaq istəyir. Salatın da özünə gəlib atasının ayaqlarına döşənir. Ardınca təzə gəlin də özünü qabağa verib kişinin ayaqlarını qucaqlayıb yalvarır. Əvvəl Zərnigar məni öldür deyir, sonra təzə gəlin mən başı batmışı öldür deyir. Səsküyə nökərlər gəlir, araya girən Tapdıq olur. Onun enli kürəyi vardı. Cahandar ağa arxada qalan Şamxalı görə bilmir. Şamxalı çəkəcək uzaqlaşdıran digər nökərlər olur. Deməli, Tapdıq ortadadır, yəni digər nökərlər isə Şamxalı çəkəcək uzaqlaşdırırlar. Onu çardağın yanına gətirirlər. Şamxal oradan Kürün sahilinə gəlir. Orada oturub düşünür. Mən bir də onun gözünə görünə bilmərəm. Yəqin indi məndən zəhləsi gedir. Harda görsə üstümə şığıyacaq. Sonra qızların sahilə gəldiyini gördüyü üçün oradan uzaqlaşır. Evdə hər kəs otaqlara çəkilir. Cahandar ağa qapıda hərlənib düşünürdü, indi nə etməlidir? O, başqa hansı əsərdə sizcə var, indi nə etməli? O, haqsızlığını duyurdu. Evdə hər gün davadalaş olacağını görürdü. Yadına Qori seminariyasında oxuyan Əşrəf düşdü. Deməli, Cahandar ağadan oğlu Əşrəfi tanıyırıq. O elə bildi o da gəlib deyəcək, ata, bu nə işdir tutmusan? Sonra da bir dəfəlik baş götürüb gedəcək. Bundan sonra Şamxaldan söhbət açılır. Gecədən xeyli keçib itlərin səsinə kiminsə, ay adam, kimsən sözlər eşidir. Bu, Şamxalın dostu Çərkəzin səsi idi. Şamxal cavab vermir, gəlib çardağın yanına çatır. Çərkəz olanları bilirdi, amma üzə vurmur. Şamxala heç nə demir. Bütün kən yuxuda olsa da Şamxal yata bilmir, düşünürdü. Evin dönməyəcəyinə qəti qərar vermişdi, amma nə edəcəyini bilmirdi. O düşünürdü.
Bir dəfəlik kənddən çıxıb getsəm necə olar? Özümə bir daxma düzəldəcəyəm. Kənd qızlarından birini gətirib qoyacağam evə. Qalxıb yerində oturub bu barədə düşünür. Mələyin Cahandar ağanın qaçırdığı gəlin yoxa çıxması xəbəri çıxandan yarım saat sonra Allahyar mələyin əri hazırlaşıb yola çıxır. Demək, Allahyar mələyin əridir. Onun düşüncəsi və gördüyü işlər. Mələk evdən baş götürüb, qaçıb, əmisi gilə adam göndərib işin əslini öyrənsin. Əgər əmisi gilə gedib özündən küssün, onun dalınca kimsə getməyəcək. Əgər getməyibsə, Allahyarı narahat edən bu idi. Allahyar səhər tezdən nökəri yola salandan sonra atı minib Kürün sahilinə inir. O sirri gizlətməyə çalışır, lakin artıq hamı bilir. O əsəbi idi, barmaqlar tüfəngin tətiyində oynayırdı. Nə üçün? Mələyi öldürmək üçün. Sonra müəllif Şamxaldan söz açır. Şamxal kəndin kənarında, biçənəklərin üst qatındakı təpənin yanında özünə ev tikir. Ona kənd cavanları kömək edirlər. Çərkəzin bacısı Güləsəri götürüb qaçır. Kimi götürüb qaçır? Güləsəri götürüb qaçır. Bu xəbəri eşidəndə Cahandar ağa 3 gün 3 gecə ağzı üstə yatıb qalır. Koroğlu dastanında da Koroğlunun kədərdən 3 gün 3 gecə yatması məqamına rast gəlir. Hirsindən gözləri qan çanağına dönür. Kişinin əlindən xəta çıxacağını düşünən arvadlar qorxurlar. Cahandar ağa Şamxalı yadından çıxarmaq üçün o bir oğlunu xatırlayır. Görəsən Əşrəf indi nə edir? Evdə olanları eşidibmi? O da məndən üz döndərəcək. Yoxsa Əşrəf ağıllı baladır. Şamxalın tayı deyil. Beləliklə Cahandar ağa Əşrəfi 2 dəfə düşünür. Birinci dəfə Əşrəfin onu məzəmmət etdiyini, ikinci dəfə Şamxalla müqayisə elədiyini görürük. Artıq ikinci hissədə Zayəz adlanan binanın təsviri ilə başlayır. Bina Göytəpə kəndi ucqarında xır yolunun üst tərəfində 3 otaqlı binadır. Qocalar bina haqqında belə deyir. Bura yol çəkənlərin olub, düz bir il gecəli gündüzlü işləyəndən sonra yol hazır olub, yol çəkənlər gedib bina kimsəsiz qalıb, 2 il əvvəl bura 24-25 yaşlı bir oğlan gəlib. Bu oğlana əvvəllər Poçt Əhməd deyiblər. Anarın keçən ilin son gecəsi əsərində də Poçtalyan Bəşir adı ilə analogiya yaratmaq olar. Sonra da onu Rus Əhməd adlandırıblar. Səbəb onun başına papaq deyil, şapka qoyması idi. Əvvəllər ona heç kim yaxın durmayıb, xaçpərəstlə nə işimiz var deyiblər. Sonradan yavaş-yavaş öyrəşiblər, mehribanlaşıblar. O bəzən Zayezin eyvanında oturub kitab oxuyurmuş. Bəzən də uşaqları başını yığıb söhbət edərmiş. Uşaqlara uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı şəhərlərdən danışar, bəzən də məzəli söhbət edərdi. Cahandar ağanın oğlu Əşrəf də uşaqların arasında olurdu. Poçtalyanın qapısı döyülür. Gələn Əşrəf idi, əlində bağlama var idi. Əhməd kağızlara nəsə yazırdı. O Əşrəfi yaxşı qarşılayır. Bağlamada nə olduğunu soruşur. Əşrəfin cavabı anam göndərdi. Dedi ki, adam qəribə hörmət edər. Əşrəf kitabların hamısını oxuyub oxumadığını soruşur. Əhmədin cavabı oxumuşam, səni də öyrədəcəm, rusca oxumağı da, yazmağı da öyrənəcəksən. Əşrəf ondan bir neçə dostuna da dərsdə öyrədərmi deyə soruşur. Əhmədin cavabı gəlsinlər, öyrədərəm. Otağın birini boşaldıb sinif edər, öz məktəbimiz olar. Fayton kəndə yaxınlaşır. Faytondakı müsafir danışmır, ətrafa baxır. Faytonçu ondan adını soruşur. Müsafir özünü təqdim edir. Aleksey Osipoviç. Aleksey Osipoviç 4 il əvvəl Qori Seminariyası Pedaqoji Şurasında olan mübahisəni xatırlayır. Seminariyada müsəlman şöbəsinin açılmasının təklifini seminariyanın direktoru Dmitri Semyonov irəli sürmüşdü. Şurada mübahisə qalxmış, qəti etiraz edənlər olmuşdu. Direktor həmin axşam Osipoviçi yanına çağır, onun dedikləri, çara və hökuməti yerli məmurlar lazımdır. Buna görə məktəblər açırlar. Biz daha uzağa baxmalıyıq. Yeni məktəblərdən yeni məqsədlər üçün istifadə etməliyik. Bu işdə fədakarlıq lazımdır. İlk illər çətinlik olacaq. Siz qorxmayın, mən sizə arxayınam. Əməli fikirlərinizi yazın, fikrinizi bildirin. Hər şeydən əvvəl şagirdlər haqqında düşünmək lazımdır. Aleksey Osipoviç, taparıq, kənd-məkənd gəzməli olsam da tapacağam cavabını vermişdi. Elə bu məqsədlər səfərə çıxmışdı. Gecədən xeyli keçmiş, Zayezin qapısı döyülür. Əhməd qapını açıb qonağı içəri dəvət edir. Gələn Aleksey Osipoviç olur. O otağı nəzərdən keçirir. Otağın təsviri belə idi. Divardan yarımkürəli xəritəsi asılıb, küncdə qlobus var, pəncərənin qabağında və stolun üstündə kitablar, dəftərlər var. O stola yaxınlaşıb əlifba kitabının səhifələrinə baxır. Sonra dəftərləri nəzərdən keçirir. Əhməd içəri girəndə qonağın dəftərlərə baxdığını görüb dayanır. Osipoviç Əhməddən, siz müəllimsiniz, deyə soruşur. Əhmədin cavabı, bəli, əslində burada işsizəm. Əvvəllər Bakıya, Yerevana, Gəncəyə gedən poçt fayton dilicanlar buradan keçirdi. Mən də boş evə qaravol çəkirəm. Darıxmamaq üçün uşaqları başıma yığıb yazı pozu öyrədirəm. Osipoviç heyrətlənir. Siz nə qədər böyük iş gördüyünüzü bilirsinizmi? Osipoviç ondan adını soruşur. Əhməddir.
Əvvəllər kənd arasında mənə Poçt Əhməd deyirdilər. Sonra nədənsə Rus Əhməd oldum. İndi isə yavaş-yavaş Uçitel Əhməd deyirəm, çevrilirəm. Osipoviç gülür və deyir: "Sənin bu kənddə uşaqlara dərs verən böyük xidmətir. Mən Qori seminariyasında işləyirəm. Biz orada təzə şöbə açmışıq." Əhməd onu tanıyır və "Siz Çernyevski deyilsiniz ki, Aleksey Osipoviç?" Osipoviç onu hardan tanıdığını soruşur. Məlum o ki, Əşrəfin məktublarından Əhməd onun haqqında çox eşitmiş. Osipoviç Əhmədin ən yaxşı tələbələrindən olduğunu söyləyir. Eyni zamanda demək, siz mənə kömək edə biləcəksiniz deyir. Yatmağa hazırlaşan Cahandar ağa nökərlərdən od tayasına od vurulduğunu eşidir. Burada da Vəzirov da var. Analogiya yaratmaq olar. Cahandar ağa çırağı söndürür. Tüfəngi götürüb pəncərədən çölə atdılar. Çünki bilirdi. Belə hallar düşmən puskuda durub qapını gözləyir, qapıdan çıxanı güllələyir. İtlərin hürdüyü tərəfə bir-iki güllə atır. Qaranlıqdan onun atəşlə cavab verirlər. O bir də atmaq istəyəndə itlər qaraltını qovub sahilə endirirlər. Səsləmir kəsdən sonra evə qayıdır. Mənə sataşan kim olar deyə düşünür. Bəlkə bu anda ağlına ilk dəfə mələyin əvvəlki əri gəlir. Bu barədə indiyəcə heç düşünmədiyinə təəccüb edir və elə o olacaq deyə düşünür. Nökərlər də qayıdır, ən gec qayıdan elə Tapdıq olur. Tapdıq bizə yəqin ki, tanış oldu. Nökərin cavabı tuta bilmədik, özünü suya atdı olur. Gülləniz boşa çıxmadı deyən Tapdıq olur. Cahandar ağa nədən bildin sualına Tapdıq bundan deyib qana bulaşmış yun başlığı göstərir. Mələk əsə-əsə başlığı götürüb onundur deyir. Aydın olur ki, od vuran Allah yarıymış. Yəni mələk tanıyır da onu. Mələk tanıyır. Kəndin ortasındakı təpədə tut ağacının kölgəsində mərəkə vardı. Camaat toplaşmışdı. Cahandar ağa da burada idi. Aleksey Osipoviç Əhməd yaxınlaşır. Osipoviç adamlarla bir-bir əl tutur. Cahandar ağaya çatanda xeyli üzünə baxıb, siz Əşrəfin atası deyilsiniz ki, deyə soruşur. Cahandar ağa bəli deyib, Əşrəfin halını xəbər alır. Osipoviçin cavabı təkdir. Dostlarından ötürü darıxır. Seminariyada Əşrəfdən başqa Göytəpədən heç kim oxumur. Sizin kənddə ondan ötürü gəlmişəm. Gərək kömək edəsiniz. Uşaqlardan seçib oxumağa aparaq. Aralığa sükut çökür. Cahandar ağa nə deyəcəyini bilmir. Deməli, əsər təxminən 10 ilə yaxın vaxtda yazılıb. 1957-1966 nəsilindəndir. Həcmi böyükdür, roman janrıdır. 19-cu əsrin ikinci yarısında Azərbaycan kəndində cərəyan edən mühüm hadisələrdən, çarizm müstəmləkəçilik siyasətinin faciəli nəticələrini əks olunmuş gerçəklikdən götürülüb. Rəmzi addaşı, Dəli Kür obrazı kimi zamanın diktə etdiyi qəlbə sığmayan Azərbaycan ruhunun ifadəsi kimi dəyərləndirilir və bu çox şaxəlidir. Əsərdə qaldırılan məsələlər cəmiyyətdə gedən ciddiyyətli proseslərdir. Köhnə həyat tərzini sıxışdıran yeniləşmədir. Yeniləşmə meyllərinin doğurduğu ictimai, siyasi və mənəvi problemlərdir. Burada biz Cahandar ağanın və kəndlərin torpağının qəsb edilməsini görürük ki, bu ziddiyyətləri daha da kəskinləşdirilir. İlk növbədə Cahandar ağanın və onun ailəsinin taleyi üzərində süjet və konflikt qurulub və Cahandar ağa biz burada nə görürük? Cahandar ağa Allahya, Cahandar ağa Molla Sadıq, yerli əhali və Çar hakimiyyətinin nümayəndələri aralarında konfliktləri görürük. Və burada mənəvi dəyərlər, mərdlik, xalqımızda əyilməzlik, qonaqpərvərlik, bunlar əsas məsələlərdir. Əsərin əsas qəhrəmanı Cahandar ağa mürəkkəb təbii ziddiyyətli obrazdır. Bunu yadda saxlaya və yadımıza salaq başqa ziddiyyətli obrazları. Milli xarakter təcəssüm edir. Onun və ailəsinin həyatı və qarşılaşdığı maneələ şəxsi deyil. Bu maneələ zamanın və dövrün hökmü ilə baş verir. O mənəviyyat qaçırmaqla etdiyi səhvi dərk edir. Atdığı bu yanlış adı onun məhvini şərtləndirir. Ailəsinin deyil, yalnız özünün məhvinə səbəb olur. Arvadı Zənniganın küsməsi, oğlu Şamxan evdən getmə onun istirablarını artırır. O həm şəxsi düşmənləri, həm də Çar hakimiyyətinin nümayəndələri ilə qarşılaşanda mərd, güclü və xarakter olduğunu göstərir. O evini, ailəsini, torpaqlarını müdafiə etməyə qadirdir. Çernyevski və Əhmədi qara güruhdan o qoruyur. Qonaqpərvərdir. Adət-ənənəyə qarşı çıxanları susdurur. Lakin onun ağa, mülkədar olan sinfi təbiəti var ki, bu da kasıb gəmiçi ailəsinə və kəndlilərə münasibətdə görünür. O məniyələri dəf etmək üçün son nəfəsinə qədər döyüşür, hər addımda əyilməzdir. Lakin Cahandar ağa yeni ictimai-siyasi quruluşda məhvə məhkumdur. Cahandar ağa Dəli Kürün burulğanlı sularında həyata vida edir. Onun faciəsi həm tarixi hadisənin gedişi, həm də şəxsi həyatında sarsıntılardır. Digər obrazlar biz görürük Qori müəllimlər seminariyasına bağlı hadisələrdən xəbər verir. Çernyevski, Əhməd kimi ziyalılar maarifçilik siyasəti. Əşrəf Cahandar ağanın kiçik oğludur. Qori seminariyasını oxuyur. Yeniliyi təmsil edən gəncliyin nümayəndəsidir. Şamxal isə Cahandar ağa milli varlıq uğrundakı mübarizəsinin davamçısıdır. Əşrəf əsərdə kəndli obrazları. Saf niyyətli, halal əməyə bağlı adamlardır. Ağır güzəran keçirirlər. Cahandar ağanın sahiblik etikətdə yaşayırlar. Mülkədar kəndli münasibətinə öz sinifinin mənafeyinə uyğun hərəkət edirlər.
qeyrət, namus məsələsini, milli dəyərlərdən çıxış eləyirlər. Pristav çar məmurlarının tipik nümayəndəsidir. Çarizmin mövqeyi gücləndikcə onun da kəndlə münasibəti dəyişir, daha da sərtləşir. Əsərdə çar hökuməti nümayəndələri, yerli əhali arasında ixtilaf, inamsızlıq real lövhələrdə əks olunub. Allahyar mənəvi cəhətdən yoxsuldur, açıq döyüşdən qorxur, arxadan vurmalı qisas almaq istəyir, Salatını öldürməyə cəhd edir, onu qaçırır. Qəmərin Cahandar ağanın atı yalını, quyruğunu qırxır. Bunlar onun namərdliyinin göstəricisidir. Molla Sadıq bütün din xadimlərinin təmsilçisi deyil, məfhumatın fanatizmin müdafiəçisidir, yeniliyin, təhsilin əleyhdarıdır. Bununla da kənd əhlinə məxsus meşənin çar hakimiyyətə qəsb edilməsinə etiraz edir bu. Demək, Molla Sadıq milli həmrəylik hissindən məhrum deyil, milli həmrəylikdən deyil. Yəni ondan məhrum deyil də. Roman yüksək bədii keyfiyyətə malikdir. Hadisələr əsas qəhrəman Cahandar ağı ilə əlaqələndirilir. Əsərdə sürətlərin çoxu Cahandarın xarakterin açılmasına təsir edir. Konflikti gərgindir. Təbiət təsvirlərindən istifadə geniş yer verilib. Bədii təsvir ifadə vasitələri var. Müəllif bir kəndin timsalında dövrün Azərbaycan gerçəkliyi qarşısında qoyduğu hansı yolla getməli sualının yaratdığı ziddiyyətlərin, problemlərin həlli yolunu göstərməyə çalışmışdır. Bu da bizim Dəli Kür romanımızın təhlili. Növbəti dərs izahlarında görüşmək ümidi ilə sağ olun.